Şimdi F10 süreceğim. Bizi biraz yollandı aşağıya. Yaxınlar. Neyse dostlar, benim en sevdiğim maşın Range Rover'di ve burası. Reklamla ben reklamdaki dostlar, o maşın yani yeganə maşındır da. Baxın dostlar, mənim ən xəyalımdakı maşındır. Mən həmişə istəmişəm ya ad günümdə bu maşını özümə alım. Yəni oyuncaq çıxır. Bunun güzelliği o kadar. Buna bak. Oy. Ben özümü tərifləmirəm əslində. Mən özüm belə maşın, mən Allah haqqı deyirəm, mən 6 idi, 5 idi, neyse belə 5-6 yaşında mən anamın telefonunu götürüb həmişə 2-3 yaşında motik olmuşum da, motik deyəndə ki, neysə baxırdım da. Bir gün mən öz-özümə dedim ki, öz-özümə danışırdım, danışmaya başlamışdım. Dedim bir daha oyun yükləyə bilərəm görəm, özüm dedim ya. Hayda, ilk oyunum mənim ilk oyunum Car Park. Car Park da o qədər köhnə idi ki, köhnə idi, köhnə. Onu yükləyəndən sonra atam deyirdi ki, sən telefon olmazdı, sən telefona baxma. Ayda, atam bir gün dedi ki, telefonu tullamaq istəyəndə atam dedi ki, bax telefona. O gündən sonra mən telefondan çəkilmədim. Düzdür, mənim telefonum yoxdur. Neysə. Bu Range Rover'da niyə belə olmur? Onu basmışam, amma işləmir. İşıq yanmırdı, amma yanmır. Neysə. Sizlərlə mənim videomu xahiş edirəm sizdən. Çox xahiş edirəm. Mənim kanalıma abunə olub, like atmağı unutmayın, xahiş edirəm sizdən. Sizlər də yorumlara yazın, nə maşın istəyirsinizsə, sürüm onu. Və oyunun adın. Düzdür, mənim əslində 16 abunə var, mən çox az abunə edəyəm də. Yəni, oyunun adın 50 like deyə bilərəm. Bəzi adamlar olur, 6 abunəsi olur, gah deyir ki, AirPods 100 like-da duracaq. 6 abunəyə 100 like deyir. Amma mən 16-50 like. Range Rover. Range Rover davali, yükləli deyil ki. Özüm üstündən aşağı.
Sağ olun dostlar. Bugünkü videomuz bu qədər idi. Və sağ olun. Bu niye olmadı? Bir dakika dostlar. Hiç ne diyebilmedim ya.